Hörmətli izləyicilərimiz, möhtəşəm bir dənə ev tapmışam sizə. Heydər Əliyev prospektində. Bax, bir dənə belə bir variant. 4 sotun içində 4 otaqlı, geniş, müasir, özünə tikilmiş ev təqdim edirəm sizə. Gördüyünüz kimi gözəl bir dənə həyətin landşaftı var. Dərk et, zəhmət olmasa oradan göstər. Ana yola 50 metr məsafədə, hörmətli izləyicilərimiz. Burada qəşəng yol qarajı gəlib. Evimiz müasir, modern üslubdadır. Marketə, məktəbə, marşruta 50 metr, 100 metr məsafədə yerləşir. Burada da qəşəng landşaftı var. Qəşəng limoni yol qarajı. Limoni yolların qiyməti elə yüklərin sözü var. Para bitilməz. Baxın, qəşəng ağacları var burada. Neçə ilin ağaclarıdır. Bir dənə bax, buradan da həyəti götürür, zəhmət olmasa. Burada da qızıl gülləri var, sarmaşıq güllərdir, əkiblər, hörmətli izləyicilərimiz. Evimizin sağına, soluna keçid qoyulub. Yəni, buradan gəlbəni göstərək. Hörmətli izləyicilərimiz. Burada su qırantı. Şəxsi özünə tikilmiş evdir, hörmətli izləyicilərimiz. Buradan padvalı da var. Gəlin padvalına da baxaq. Hörmətli izləyicilərimiz, bir dənə padvalına baxın. Qupquruda istaşka da olunub padvalı. Burada kombi də burada yerləşir. Evimizin arxasında da keçid var. Baxa bilərik. Video qiymətin axırda, qiymətin elə bir videonun sonunda qeyd olunacaq. Xahiş edirəm, videonu bəyənməyi unutmayın. Şəxsi tikili 4 otaq geniş. 150 kvadrat başlı 4 otaqlı ev təqdim edirəm. Evimizin arxasında da belə bir məsafəsi var. Gəlin keçək, hörmətli izləyicilərimiz. Arxası evin hər tərəfi betonlanıb. Şəxsi tikili evdir. Burada da ağaclar var, əkiblər. Burada çöl samız evinin yeridir. Xətlərin çəkilib, hazır qoyulub. Bir dənə damı bağlanmalıdır, izləyicilərimiz. Gəlin keçək. Yəni, evin 4 bir yanına dolaşmaq olur. 4 sot torpağında içindədir, hörmətli izləyicilərimiz. Müasir, modern üslubdadır, hörmətli izləyicilər. İnşallah Allah alını da, sənəyə də xeyir versin. Hələ bunun balkonundur. Əla. Gəlin keçək, hörmətli izləyicilərimiz. Buradan belə bir gözəl bir balkonu var. Baxa bilərik, gözəl, qəşəngdir. Əlanın əlası. 4 sotun içindədir. İndi inşallah keçəcək evlə tanış olmaq. Hörmətli izləyicilərimiz, girən kimi qəşəngdir, möhtəşəm bir dənə dolab yığıblar. 4 sotun içində prospektdə yerləşir. İzləyicilərimiz, keçək mətbəxlə olmalı. Mətbəx Amerikan mətbəxidir, müasir üslubda pəncərələr yerdən, profillər, plastik profillər, hamısı bahalıdır, keyfiyyətlə işlənilib. Keçək, burada da panel radiatorlar, qan qaynaşısıdır. Evimiz ümumi 150 kvadratdır, yəni genişliyinə söz ola bilməz. Burada böyük zal var, şəbəkə pəncərəsi, 2 tərəfə pəncərəsi var, hörmətli izləyicilər. Müasir, modern üslubda panel radiatordur. Keyfiyyətlə tikilmiş şəxsi tikili evdir, hörmətli izləyicilərimiz. Heydər Əliyev prospektində, sarayda Heydər Əliyev prospektində yerləşir. Qiymət videonun sonunda qeyd olunacaq. Biz sözdən möhtəşəm, hörmətli izləyicilərimiz. Bir dənə yataq var burada. Baxa bilərik, genişdir. Yəni, burada balaca söhbətə ehtiyac yoxdur. Otaqlar, aboylar, hamısı geri poldur, hamısı keyfiyyətlə. Qapılar, hamısı bahalı qapılardır. Bir də sanuzeli sağda belə bir yeri çizlədir. Belə hörmətli izləyicilərimiz. Burada ayaq yolusu, hamısı asma tavan. Bir dənə hörmətli izləyicilərimiz, çək qoy baxsın. Orada kabinanın yeri də nəzərdə tutulub, hörmətli izləyicilərim. Duş kabinasına qədər orada nəzərdə tutulur. 4 otaqlı, müasir, modern üslubda evdir. Su, qaz, işıq, mərkəzi kanalizasiya sisteminə kimi var. Yəni qiymət qeyd edeyim qoy. Qiymət 149.000 manata təklif olunur. Yəni yaxşı bir qiymətdir. Hörmətli izləyicilərim, burada da bir yataq otaqdır. Tavan hündürlüyü 3 şeydir, hörmətli izləyicilərim. Panel radiator, otaqların hamısı genişləyən 4 otaq, 150 kvadrata yaxın belə bir ev yoxdur. Bir dənə otaq buradadır. Yataq da buradadır, baxa bilərik.
izləyicilər, kimdən oradan göstər, hörmətli izləyicilərimiz baxsın. Hörmətli izləyicilərimiz, bu ev Heydər Əliyev prospektində 4 sot torpağın içində yerləşir. 149.000 manata təklif olunur. Müasir modern üslubda evdir, torpağın kupçası var. Real alıcılara endirim olunacaq.